Sındır, sızdır, parçala. Bu Qərbin yeni informasiya strategiyasıdır. Qlobal araşdırmacı jurnalist və insan hüquqları şəbəkəsi informasiya hücumları ilə Azərbaycanı da hədəf alıb. Bir sıra qərb dövlətləri onların qlobal siyasət alətlərini bilməliyik. Bu məsələdə hibrid hücum aparanların səngərinə keçib hakimiyyət əleyhinə vuruşan qüvvələr silahlı döyüş meydanında millətimizə qarşı ateş açanlarla eyni işi görürlər. Post-həqiqət dövründə ümummilli hədəf dezinformasiyaları neytrallaşdırmaq, bütün saxta faktlara qarşı həqiqəti qarşı qoymaqdır. Hesabatda insan hüquqları sahəsində beynəlxalq təşkilatların Azərbaycan əleyhinə qərəzli münasibətlərinin dərindən araşdırılması, erməni faktorunun burada da kök salması, maskalanması və olduqca fəallaşması faktlar əsasında göstərilib. Məsələn, Azərbaycanı hədəf alan beynəlxalq insan hüquqları, demokratiya və antikorrupsiya sayəsində onlarla təşkilatın rəhbəri Harik Kasparovdur. Onun rəhbərlik etdiyi təşkilatın büdcəsi son 10 ildə 21 milyon avroya çatıb. Gələcəkdə qanunverici istiqamətində hesab edirəm ki, sosial media haqqında qanunun qəbulu zərurəti də artıq göz önündədir. Baxmayaraq ki, sağlam düşüncəli oponentlər onun icrası məsələsini sual altına qoyurlar, amma hesab edirəm ki, qanunların qəbulu, imzalanması o ilk növbədə dövlətin siyasi iradəsini nümayiş etdirir. Bizə ilk növbədə onu nümayiş etdirmək lazımdır. Hesabat ölkəmiz əleyhinə sistemli informasiya terrorunu həyata keçirən qrupların məqsədlərini təyin etməyə imkan verir. Mövcud vəziyyəti dərindən təhlil edir, yeni çağırış və həll yollarını müəyyənləşdirir. Hazırda ölkəmiz kiber təhlükəsizliyə görə ön sıralardadır. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən Azərbaycan reytingdə öz mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb. Təkcə ötən ilin əvvəlindən bugünə qədər 159 bu cür tanınma nişanlarının alınması təmin olunmuşdur. Bu tanınma nişanları əslində yəqin ki, hər kəs bilir, onun məqsədi saxta səhifələri əsl səhifələrdən ayırmaqdan ibarətdir. Digər bir maraqlı rəqəm isə yalnızca bu ilin 1 yanvarından bugünə qədər, 14 fevrala qədər 126 saxta səhifənin bloklanmasıdır. Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri və onların uzantıları Azərbaycana qarşı sistemli dezinformasiyanı daha da intensivləşdirib. Ekspertlər isə dezinformasiya ilə mübarizə və kommunikasiya mərkəzinin yaradılmasını məqbul sayır. Südabə Cahangirli, Elşad Heydərov, ASTV Xəbər.